Bələdiyyə sənədi ilə alınan torpaq sahələrindəki tikililərə çıxarış almaq mümkün olacaq. Əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, Bakıda və Abşeron yarımadasında təqribən 300-500 min sənədsiz ev var ki, bunlar da əsasən bələdiyyə və qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan torpaq sahələrində vaxtilə tikilən evlərdə. Ekspert Ramil Osmanlı deyir ki, sənədsiz evlərin leqallaşdırılması bir mərhələdən ibarət deyil. Proses əsasən torpaq sahəsinin hüquqi statusundan asılı olaraq dəyişir. Ekspert deyir ki, bəzi hallarda torpaq sahəsinin yenidən bələdiyyədən alınması zərurəti yaranır ki, bu da əlavə maliyyə öhdəlikləri deməkdir. Özbaşına tikili hesab olunan evlər var ki, onların altındakı torpaq sahəsi zəbşin vətəndaşın adına qeydə alınıbdır və bu gün bələdiyyədə uçotdadır. Həmin vətəndaş bələdiyyəyə müraciət etməklə bələdiyyədən yenidən o torpağı alar və bunu alandan sonra isə qeydiyyat məsələsini həll edə bilər. Bələdiyyə torpaqlarına görə haqqı ödəyir və bundan sonra isə dövlət rüsumlarını və xidmət haqlarını ödəməklə həmin torpaq sahəsini və onun üzərindəki tikilini qeydə aldırmaq hüququ yaranır. Ekspert deyir ki, praktikada bu məbləğ bəzən 3500-4000 manata qədər arta bilir. Amma torpaq sahəsi artıq hüquqi baxımından problem yaratmırsa və yalnız özbaşına tikililərin ilkin qeydiyyatı aparılarsa, xərclər nisbətən azalır. Bu halda əsas ödənişlər texniki pasport və çıxarışın alınması ilə bağlı olur. Əgər o torpaq sahələri ki, bələdiyyələrdən alınıb və onun bələdiyyədən alınması ilə bağlı aparılan əməliyyatlar qanuna uyğun şəkildə həyata keçirilibdir. Bu prosesdə hesab edirəm problem yoxdur. Burada sadəcə müəyyən rüsumları, xidmət haqlarını ödəməklə həmin obyekti, həmin torpaq sahəsini və üstündəki evin eskiz memarlıq planlaşma layihəsini çəkdirib qeydiyyata aldırmaq mümkündür. Burada da orta hesabla çıxarış üçün rüsum və xidmət haqları 200 manata qədər, texniki pasport isə 200-300 manat təşkil edir. Ekspert deyir ki, ümumilikdə ölçülərdən asılıdır, amma xərclər təqribən 500-1000 manat aralığında olur.